Hatırlayırsınızsa biz keçən dəfəki dərsimizdə uzun müddətli aktivlərin təsnifatı haqqında məlumat verdik və uzun müddətli aktivləri iki yerə böldük. Bunlardan e, birin əsasın dedik ki, torpaq tikili avadanlıqlardır, digəri isə qeyri-maddi aktivlər idi. Bu gün torpaq tikili avadanlıqların amortisasiyasının hesablanması metodları haqqında məlumat verəcəyik. Öncədən deyim ki, ə, əsas vəsaitlər anlayışı da var. Görək bu əsas vəsaitlər anlayışı nədir? Ümumiyyətlə yadda saxlayın. Uzun müddətli aktivlərin, bu maddi aktivlərdən söhbət gedir də. Uzun müddətli aktivlər, maddi aktivlər və qeyri-maddi aktivlər var. Bu maddi aktivlərin özü də iki yerə bölünür. Bunlardan biri var amortisasiya olunanlar, amortizasiya olunmayanlar. Hansılar ki amortisasiya olunur, bunlar əsas vəsaitlər deyilir. Yəni uzun müddətli aktivlərin amortisasiya edilən hissəsinə əsas vəsaitlər adı da deyilir. Görə amortisasiya nədir? Amortisasiya maddi aktivlərin, yəni əsas vəsaitlər. Görürsünüz, burada da ifadə eləmişəm. Faydalı istifadə müddətlərini öz dəyərini hissə xərclər keçirməsi prosesidir. Bu nə deməkdir? Tutaq ki, e, çörək bişirilirsə, təndir çörəyi. Deməli, təndir çörəyin bişirilməsi üçün nə lazımdır? Un lazımdır, bir, insan əməyi lazımdır, iki, bir də istilik lazımdır, üç. İstiliyi nədən verir? İstiliyi təndirdən verir. Təbii ki, təndir də uzun müddət işləndiysən, elədiysən köhnəlir və sıradan çıxır. Ona görə də təndir öz istiliyin verəndə birbaşa öz yox olmur. Sadəcə öz dəyər dolayı yolla hissə keçirir. Yəni öz faydalığının yəni hissə keçirir. Məsələn, un birbaşa keçirir. Niyə un yox olur? Çörəyə çevrilir. İnsan əməyi daxil olan, insan əmək haqqı versə o cür formasına daxil olur. Bu isə öz dəyərini hissə keçirir. Bax, hissə keçirir və bu zamanda o köhnəlməyə məruz qalır. Məsələn, tutaq ki, kompüterin özü, biz kompüter işlədirsə, ondan təlim alırıqsa, eləyiriksə və telefon da onun kimi, o öz dəyərin hissə keçirir və bu zamanda bu hissə keçirməsi prosesinə də amortisasiya deyirlər. Yəni amortizasiyada iki anlayış var amortizasiya ilə bağlı. Biri var amortizasiya xərci, bir də var yığılmış amortizasiya. Amortizasiya xərci bu aktiv hesabda, yox, üzr istəyirəm. Yığılmış amortizasiya aktiv hesabdır. Amortizasiya xərc isə xərc hesabıdır. Amortisasiya hesablanması üçün 4 əsas göstəricidən istifadə olunur. Bunlardan biri ilkin balans dəyəri anlayışıdır, ikinci faydalı istifadə müddəti, qalıq balans dəyəri anlayışıdır, bir ləğv etmə dəyəridir. İlkin balans dəyəri ondan ibarətdir ki, ilkin balans dəyəri odur ki, tutaq ki, bir şey alan zaman onun ilkin dəyərinə deyirik ilkin balans dəyəri. Onun üzərinə keçən dəfəki dərsimizə uyğun kapitallaşdırmanı da gəlsək, yenə də ilkin balans dəyəri verir. Tutaq ki, biz 1000 manata kompüter aldıq. Əlavə olaraq yaddaşın gücləndirilməsi üçün də ona bir 200 manatlıq da əlavə bir, məsələn, əlavə bir yaddaş qoyduq. Bu oldu 1200 manat. Deməli, onun ilkin balans dəyəri 1200 manat olacaq. Yox, biz onu qoymasaq da elə 1000 manat üzərindən dəyərləndirsə, bizə kifayət eləsəydi, bu zamanda yenə 1000 manat onun ilkin balans dəyəri olacaqdı. Faydalı istifadə müddəti nədir? Faydalı istifadə müddəti biz onu nə qədər istifadə etməyi planlayırıq, yəni öz işimizdə və yaxud onun texniki sənədində yazılıb ki, nə qədər istifadə edilə bilər. Bu da onun faydalı istifadə müddəti. Soyuducudur. Bilirik ki, soyuducunun normal işlərsə eləsə, bu 1 il, 10 il falan gedərdi. Və yaxud kompüter normal işlənsə, normal işlənsə, son anda onun biz üzərinə daşı, adaptını dəyişə bilərik də, anormal işlənəcək. Bir də qalıq balans dəyəri. Qalıq balans dəyəri nədir? Burada ifadə edildiyi kimi, qalıq balans dəyəri əsas vəsaitdə ilkin dəyər balans dəyərindən, yəni bundan həmin əsas vəsait hesablanmış illik amortisasiya məbləğinin fərqinə bərabərdir. Bax, budur. Ki, balans dəyəri qalıq balans dəyəri üstəcə cəmi amortisasiya üstə ləğv etmək.
Üçü birlikdə verir ilkin balans dəyəri. İndi biz bununla bağlı, amortizasiya ilə bağlı təcrübədə istifadə edilən ən çox istifadə iki metod keçəcəyik. Bunlar həm də vergi məcəlləsində də bu iki ölçotun istifadəsini qəbul edir. Gör, amortizasiya hesablamasının bu iki metod hansıdır? Birincisi düz xətt metodudur. İkincisi azalan qalıq metodu. Yəni düz xətt metoduna aid, məsəl üçün, nümunəyə baxaq. Tutaq ki, deyək ki, yanvar ayın 1-i 2024-cü il tarixdə 45 min manata avadanlıq alınır. Avadanlığın faydalı istifadə müddəti 5 il qiymətləndirilir. Nə deməkdir? Yəni 5 il nə deməkdir? Bu deməkdir ki, 45 min isə bərabər qaydadadır. Demək, hər ilə 9 min, 9 min düşəcəkdir. Gördünüz? Biz artıq burada 45 mini 5 ilə böləndə, yəni onun faydalı istifadə müddətinə görə böləndə, hər ilə 9 min düşər. Nə deməkdir? Birinci ildə xərcə 9 min siləcəyik, ikinci ildə, üçüncü ildə, dördüncü il, beşinci ildə. Hər ilə də bərabər məbləğdə. Deməli, düz xətt metodunun əsas xüsusiyyəti nə oldu? Düz xətt metodunda hər ilə düşən amortizasiya məbləği eyni olur. Biz lap hətta növbəti dərsimizdə amortizasiyanın müxabiləşməsində keçəcəyik. Amortizasiyanın müxabiləşməsi ilə bağlı da daha sonraki dərslərimizdə isə hətta məsələyə də bununla bağlı bir əlavə gedişlər əlavə edəcəyik. İkinci məsələ nədir? Düz xətt metodunu ləğv etmə dəyəri əvvəlcədən müəyyənləşdirilə bilir və əvvəlcədən müəyyənləşdirilə bilir, sonradan da. Deyə bilərsiniz ki, müəllim, ləğv etmə dəyəri nədir? Tutaq ki, əvvəlcədən müəyyən eləyirik ki, tutaq ki, biz bunu 45 minə almışıq. Müəyyən müddət sonra biz bunu hətta bir 5 il sonra ikinci əl kimi müəyyən qiymətə sata bilərik. Əlavə bir 5 minə də sata bilərik. Yəni 5 minə də ikinci əl kimi satacağıq. Həmin an nə edəcəyik? 45 mindən 5 min çıxacağıq. Böləcək təkrar 5-ə. Eləyəcək 8 min. Gördünüz, niyə? Ləğv etmə dəyərini biz öncədən müəyyən edirik. Yox, öncədən müəyyən eləmiriksə, elə 5-ə bölüb 9 min silirik. Ancaq təcrübədə mən görmüşəm ki, daha çox əvvəlcədən müəyyənləşdirilmir. Elə 5-ə bölüb bu cür 9 min silirlər. Niyə? Bunu həm də müəssisələr üçün maraqlıdır ki, onu tez bir zamanda xərcə silsinlər. Xərcə silmək nə deməkdir? Xərcə silmək xərcin şişirdilməsi deməkdir. Xərcin şişirdilməsi az mənfəət deməkdir. Az mənfəət isə az mənfəət vergisi deməkdir. Az mənfəət vergisi isə o deməkdir ki, yəni bölüşdürülməmiş mənfəət müəssisədə daha çox qalır. Ona görə müəssisələr bundan maraqlıdırlar. Azalan qalıq metodu. Azalan qalıq metodu nədir? Bu metodun hesablanması zamanı ilkin dəyərindən sabit faiz dərəcəsinin çıxılması yoluna müəyyən edilir. Yəni nə deməkdir? Hər ilə eyni faiz dərəcəsi çıxırlar. Bu ildə 5%, bu ildə 5%, növbəti ildə 5%. Ancaq ilkin balans dəyərindən, yenə dedim, sabit faiz dərəcəsinin çıxılması ilə baş verir. Burada məsələ nədir? Adı nə demək? Azalan qalıq. Nə deməkdir? Yəni, hər ilin sonu da olan qalıq məbləğ növbətinin əvvəli olur. Bu metodun düz xətt metodundan fərqli olaraq burada ləğv etmə dəyəri əvvəlcədən olmur. Hesablamanın sonunda müəyyən edilir. Bu bir. İkincisi, birinci ildən etibarən növbəti illər amortisasiya məbləği getdikcə azalır. Yəni, birinci ildə amortisasiya məbləği maksimum həddə olur. Həmçinin, həm düz xətt metodunda, həm də azalan qalıq metodunda birinci ilin amortizasiya məbləği hər zaman bərabər olur. İndi, baxaq nədir bu azalan qalıq metodu? Azalan qalıq, belə riyazi şeylər var, ancaq bu çətin bir şey deyil, çətin metod deyil, narahat olmayın. Baxaq, düz xətt metodu nədir? Azalan qalıq metodu nədir? Baxın, ilkin balans dəyəri var. Ondan çıxırıq illik
hesablanmış illik amortisasiyanı, qalır birinci ilin sonuna qalıq balans dəyəri. Bu birinci ilin sonuna qalıq balans dəyəri ikinci ilin əvvəli olur. Yəni ikinci il birinci ilin sonundakı olan qalığı əsas götürür. Ondan da eyni də faiz dərəcəsini çıxır, qalır ikinci il. İkinci ilin sonu üçüncü ilin, yəni əvvəli üçün keçərli olur. Sonra ikinci ilin sonunda aldığım məbləğ üçüncü ilin əvvəli üçün keçər. Bu cür davam edir. Yəni hər ilin sonunda olan qalan məbləğ amortisasiya çıxdıqdan sonra qalan məbləğ növbəti ilin əvvəli olur. İndi baxaq, nümunəyə baxaq. Tutaq ki, deyək ki, e, avadanlığın ilkin balans dəyəri 10.000 manatdır. Faydalı istifadə müddəti 5 ildir. Amortisasiya norması 20%-dir. Deyə bilərsiniz ki, müəllim, amortisasiya forması 25% ola bilər? Bəli, ola bilər. Bu torpaq tikili avadanlığa və ya əsas vəsaitin növündən asılıdır. Bu halda hesablanma necə olacaqdır? Baxaq. Deməli, 10.000-dir. 10.000-dən çıxırıq 20%. Yəni 10.000 çıxılsın 10.000-in 20%. Görsə, burada mötərizədə yazmışam. Bu nə qədər? 2.000. 10.000-dən 2.000 çıxanda 8.000 qalır. Nə deməkdir? Avadanlıq hansı hesabdır? Aktiv hesabdır. Aktiv hesabda deməli bu il balans hesabatında olan 10.000-lik bir avadanlığınız növbəti ildə dəyəri 8.000 olacaqdır. Yəni 10.000-dən neydi? 2.000 çıxırıq, qalır 8.000. Yoxsa ilin sonu 8.000. Bu 8.000 ilin sonunda növbəti ilin ikinci ilin əvvəli bununla başlayır. 8.000-dən yenə 8.000 20% çıxsaq, yəni 1600 manat edir. Bunu çıxsa qalacaq 6400. 6400-dən yenə 6400-ün 20%-ni çıxsaq, yəni 1280 çıxacaq, qalacaq 5120. 5120-dən yenə çıxsaq, onun 20%-in qalacaq 4096. 5-ci ilin sonunda, 5-ci ilin sonunda, 5 illikdir müddəti. 5-ci ilin sonunda nə baş verəcək? Amortisasiya nə qədər olacaqdır? 819. 5 ilinki cəmi nə qədər eləyəcək? 6732 manat 20 qəpik. Avadanlığın dəyəri nə qədər edəcəm? 10.000 idi. Deməli, 10.000-dən də 5 il üzrə cəmi amortisasiyanı çıxdıqdan sonra qalır nə qədər? 3276 manat 80 qəpik. Bu nə deməkdir? Bu ləğv etmə dəyəri. Yəni ləğv etmə dəyəri nədir? Avadanlıq tam qaydalara uyğun faydalı istifadə müddəti üzrə tam amortisasiya olunduqdan sonra sonda qalan dəyərə ləğv etmə dəyəri deyirlər və ya xaric olma dəyəri deyirlər. Deməli 5 il üzrə amortisasiya nə qədər oldu? 6732 manat oldu. Avadanlıq özü də ilkin balans dəyəri 10.000 idi. 10.000-dən də bunu çıxanda qaldı 3276 manat 80 qəpik. Yəni dolay yolla nə deməkdir? İlkin balans dəyəri bərabərdir. Cəmi yığılmış amortisasiya 5 il üzrə. Məsələn, bizdə burada 5 ildir. Üstəcə ləğv etmə dəyəri. İndi biz vergi məcəlləmizdə yadda saxlayın. Vergi məcəlləsində amortisasiya ilə bağlı aşağıdakı dərəcələr müəyyən edilmişdir. Yəni torpaqlar üzrə binalar və tikintilər, qurğular üzrə 7% edəcəkdir. Maşın, avadanlıqlar üzrə 20% amortisasiya edə bilirsən. Hesablama texnikası, yəni kompüterlər üzrə 25% edəcəkdir. Nəqliyyat vasitələri üzrə 25% edəcəkdir. İş heyvanları üzrə 25%. İş heyvanı nədir? Siz əgər malı alıb, məsəl üçün, atdır. Yəni qoşqu vasitəsi kimi at ola bilər, öküz ola bilər. Yəni bunları siz kəsmək niyyətinə yox, yemək niyyətinə yox, siz onu yəni yük daşımaq üçün istifadə edirsinizsə, bu olacaq nə? İş heyvanı və ya dəvənin özüdür. Və s. digərləri də 20% edəcəkdir. Və qeyri-maddi aktivlərlə bağlı dedik ki, istifadə müddəti məlum olmayanlar üçün 10% edəcəkdir. İstifadə müddəti məlum olanlar üçün isə yəni faydalı istifadə müddətinə uyğun olaraq mütənasib məbləğlərdədir.